Allah Taala'nın sifəti sözsüz ki, zatına bağlıdır. Yəni biz onu təsdiq edirik, bənzətmirik, təvil etmirik, yəni yozmuruq, oxşatmırıq, keyfiyyətini soruşmuruq. Yəni təsdiq edirik ki, Allah Taala gülür, Allah Taala sevinir, Allah Taala qəzəblənir. Yəni bu ifadələr doğrudur. Çünki səhih hədislərlə, Quran və sünnə ilə öz təsdiqini tapıb. Lakin keyfiyyətini bilmirik, necə güldüyünü, necə sevindiyini, necə qəzəbləndiyini. Çünki Allah Taala özü buyurur ki, "Leysə kəmitlihi şey və huves-semiyul alim." Onun mislində heç bir şey yoxdur və o eşidəndir, biləndir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Allah Taala iki nəfərə gülür, biri digərini öldürür, hər ikisi cənnətə girir. Səhabələr dedilər ki, "Keyfə ya Rasulullah?" Necə ey Allahın elçisi? Dedi ki, biri digərini öldürür, yəni ölən cənnətə girir. Sonra Allah Taala digərinin tövbəsini qəbul edir və onu İslam'a hidayət edir və Allah yolunda vuruşur və şəhid olur. Bu dəlillər dəlalət edir ki, Allah Taala'nın gülmək sifəti var. Və gülmək Allah Taala'nın sifətlərindən bir sifətdir. Lakin bu onun zatına layiq bir şəkildədir. Yəni Allah Taala'ya layiq bir şəkildədir və biz bilmirik gülüş necədir. Amma bilirik ki, məxluqun gülüşünə bənzəmir. Və Allah Taala'nın gülmə sifətinə gəlincə, baxsaq İslam alimlərinin sözlərinə görə ki, İmam Əhməd ondan nəql olunan rəvayətdə deyir ki, Allah Taala gülür. Lakin bunun necə olduğunu bilmirik. Biz yalnız Rəsulullahın onu təsdiqlədiyinə inanırıq. Quran da belədir.